Rəhman və Rəhim olan Allahın adıyla. Bəqərə surəsi 34-cü ayə. Şəkildə gördüyünüz kimi 33 və 34-cü rəqəmlər yazılıb, lakin 33 yazılan həmin ayənin son sözləridir. Bizə əsas önəmli olan 34-cü ayədir. Əuzu billah, bismillah. Və iz və burada dadə kimi də gedir, bağlayıcı kimi də gedə bilər. İz, o zaman ki, bir vaxt ki, qulnə bizə dedi. Lil mələikəti, yəni mələklər üçün. Uscudu, yəni səcdə edin, səcdə feilidir, səcdə. Səcdə edin, vav burada cəmi bildirir. Li ədəmə, yəni Adəm üçün, Adəmə. Fəsəcədu, elə isə səcdə etdilər. Cəm formasıdır. İllə, başqa, iblis. İblisdən başqa hamı səcdə etdi. Belə də deyə bilərik. Səcdə etdilər. Əbə, yəni boyun əymədi, yəni da imtina etdi. Vəstəkbərə. Vəstəkbərə təkəbbürləndi, təkəbbür etdi. Və kənə və oldu. Min dandan şəkilçisi əl-kafirinə kafirlər. Yəni kafirlərdən oldu. Ümumi tərcümə isə belədir ki, bir zaman mələklər üçün Adəmə səcdə edin dedikdə, iblisdən başqa, elə isə iblisdən başqa hamı səcdə etdi. Elə isə iblisdən başqa səcdə etdilər. O təkəbbürlük etdi, imtina etdi, boyun əymədi və kafirlərdən oldu. Və yaxud da belə tərcümə edə bilərik. Bir zaman mələklərə Adəmə səcdə edin dedikdə, iblisdən başqa hamısı səcdə etdi. Yalnız o boyun qaçırdı, təkəbbür göstərdi və kafirlərdən oldu. İblisin imtihanı və həqiqi ibadət. Quranın bildirdiyinə görə, iblis mələklərlə bir cərgədə ibadət edən cin idi. Kənə minəl cin. Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. Çünki gerçək ibadət bizim meylimizə əsaslanan yox, Allahın istədiyi əməldir. İblis Allaha əsrlərcə səcdə etməyə hazır idi. Lakin Adəmə səcdə etmədi. İblis iki azğınlığa yol verdi. Birinci, etiqadi azğınlığı idi. İkincisi isə əxlaqi azğınlıq. Etiqadi azğınlıq ayədə buyurulduğu kimi əbə, yəni boyun əyməmək, boyun qaçırmaq, imtina etmək onun günahının səbəbi oldu. İkinci, əxlaqi azğınlıq deyəndə, yəni təkəbbürlük göstərmək. Yəni təkəbbür iblisin cəhənnəmə getməsinin səbəbi oldu. Adəmə səcdənin həqiqəti. Adəmə səcdə şəxsən ona yox, bütün nəslinə və övladına xatir idi. Çünki başqa bir yerdə buyrulur, sizi xəlq etdik, sonra sizə surət verdik və mələklərə Adəmə səcdə edin dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı. İmam Səccəd əleyhissalam buyurmuşdur. Həzrəti Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm buyurdu ki, Adəmə səcdə onun zürriyyətinə və nəslinə xatir idi. Mələklərin səcdəsi müvəqqəti idi. Amma onların möminlərə nazil olması və onlar üçün istiğfarları daimidir. Allah bizim Rəbbimizdir deyib, bu əqidədə sabit qalanlara mələklər nazil olar. Adəmə cisminə görə yox, ilahi
ruhuna görə səcdə edilməli idi. Bütün mələklər insana səcdə etdiyi halda insanın Allaha səcdə etməməsi insafsızlıqdır. Bildirişlər, ilahi dərslər və ibrətlər. Birinci odur ki, insan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa qoyulur. Uscudu li Ədəmə. Yəni, Adəmə səcdə edin ayəsinin məqamı odur ki, insan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa olunur. İkinci, ləyaqət uzaq keçmişə malik olmaqdan mühümdür. Belə ki, qədim mələklər yeni insana səcdə etməli idilər. Uscudu li Ədəmə. Üçüncü, əməldə itaətsizlikdən və təhlükəli olan şey Allah əmrinə etiqadsızlıqdır. Yəni, nə başa düşdük? Ən vacib olanı nədir? Allah əmrinə etiqadsızlıqdır. Yəni, əməldə itaətsizlikdən də təhlükəli olanı Allah əmrinə etiqadsızlıqdır. Əbə və istəkbər. Boyun qaçırmaqdır, imtina etməkdir. Təkəbbürlüyü göstərməkdir. Dördüncü isə iblisin təkəbbürü və cəsarəti onun bədbəxtliyinə səbəb oldu. Ayədə buyurulduğu kimi kənə minəl kafirin. Allah bizi əmrinə etiqadsızlıqdan uzaq etsin. Hər zaman Allahın əmrində olaq və Quranla əzbərləyərəkdən artıq əlhəmdülillah 6-cı səhifəyə çatmışıq və bu qədər əzbərlədiyimiz ayələr bizə çıraq olsun və onları əməl edənlərdən olaq inşallah. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu.